Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. İranda gərginlik pikətdə. 2 şəhəri ələ keçirildi. İranın baş qərargah rəisindən sərt xəbərdarlıq. Əllərinizi kəsəcəyik. Bastırıkin Putinə qarşı çıxdı. Azalın vurulan təyyarəsi ətrafında müəmma. İran Təhlükəsizlik Qüvvələri Tehranın Böyük Bazar adlanan tarixi ticarət mərkəzində etiraz aksiyası keçirən nümayişçilərlə toqquşub. Telegraf xəbər verir ki, bazarda oturaq etiraz aksiyası keçirənlərə qarşı göz yaşardıcı qazdan istifadə olunub, etirazçılar ərazidən zorla çıxarılıb. Hadisə ölkə üzrə etirazların 10-cu günündə baş verib. ABŞ-də fəaliyyət göstərən agentliyin məlumatına əsasən, etirazlar zamanı indiyədək ən azı 35 nəfər həlak olub, 1200-dən çox şəxs saxlanılıb. Nümayişlər İranın 88 şəhərində 257-dən çox nöqtədə davam edir. İranın Təsnim və Mehr xəbər agentlikləri Qərb mediasının etirazçıların qərbdəki İlam əyalətindəki Məlikşahi və Abdanan şəhərlərini ələ keçirməsi barədə məlumatlarını təkzib edib. Bundan əvvəl Fox News telekanalı etirazçıların Məlikşahi və Abdananı nəzarətə götürdüklərini bildirib. Məlikşahidə bir neçə saat gərginlik yaşandıqdan və silahlı şəxslərlə toqquşma zamanı təhlükəsizlik əməkdaşının ölümündən sonra təhlükəsizlik qüvvələrinin şəhərdə olması sayəsində vəziyyət normallaşıb. Təsnimin təkzib məlumatında deyilir. Mehirdə öz növbəsində yazır ki, Abdanan şəhərində polis nəzarəti altında keçirilən dinc aksiya dünən yerli vaxtla təxminən saat 19:00-a qədər davam edib. Bundan sonra iştirakçılar dağılışmağa başlayıblar. Amma 250-300 nəfərlik qrup dağılışaraq şəhərin müxtəlif yerlərində dağıntı və yanğınlar törətməyə başlayıb. Agentliyin məlumatına görə polisin müdaxiləsi sayəsində Abdananda asayiş bərpa olunub, vəziyyət hüquq mühafizə orqanlarının nəzarət altındadır. Xatırladaq ki, İranda etirazlar 2025-ci ilin dekabr ayının sonlarında yerli valyutanın devalvasiyası səbəbindən başlayıb. Bundan sonra İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin istefa verib. Onun yerinə Əbdülnasir Himməti təyin edilib. İranın bir neçə şəhərində etirazlar polislə toqquşmalara çevrilib, aksiyalar zamanı hakimiyyətə qarşı şüarlar səsləndirilir. Həm təhlükəsizlik qüvvələri, həm də etirazçılar arasında itkilər var. İran Silahlı Qüvvələrinin baş qərargah rəisi General Məhəmməd Xatəmi ölkədə baş verən etirazlarla bağlı açıqlama verib. Telegraf xəbər verir ki, bu barədə Mehr məlumat yayıb. Onun sözlərinə görə, etirazlar istənilən ölkə üçün normal və təbii haldır. Stat. Qeyri-adi və qəbul edilməz olan isə etirazların qısa müddətdə ixtişaşlara çevrilməsidir. Bu cür hadisələr İran xalqının mədəniyyəti və xarakterinə uyğun deyil. Açıq şəkildə düşmən qüvvələr tərəfindən planlaşdırılıb. Xatəmi xəbərdarlıq edərək deyib ki, əgər düşmən tərəf hansısa səhvə yol verərsə, İran buna daha sərt və qətiyyətli cavab verəcək. Stat. İstənilən təcavüzkarın əlini kəsəcəyik. Statın sonu. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastırkinin Azalın vurulan təyyarəsi ilə bağlı cinayət işinə xitam verilməsinin səbəbləri haqda Azərbaycanın baş prokuroru Kamran Əliyevə göndərdiyi iddia edilən məktub təyyarə böhranı ətrafında yeni suallar yaratdı. Telegram kanallarında yayılan məktubda Azalın təyyarəsinin hava şəraitinə görə marşrutunu dəyişdirdiyi, qəzanın da buna görə baş verdiyi qeyd olunur. Atəş açılmasından bəhs edilmir. Xarici İşlər Naziri Ceyhun Bayramov da ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirdi ki, Rusiya İstintaq Komitəsi təəccüb doğuran məktub göndərib. Məktubda cinayət işinə xitam verildiyi qeyd olunur. Bastırkinin məktubu qəza ilə bağlı Rusiyanın da yer aldığı komissiyanın ilkin araşdırmasının nəticələrinə, eləcə də Putinin Əliyevlə düşənbə görüşündə dediklərinə ziddir. Komissiya təyyarəyə kənar müdaxiləni təsdiq edir. Putin də Əliyevə təyyarənin Rusiya hava hücumundan müdafiə sistemlərinin açdığı atəşə tuş gəldiyini deyib və buna görə kompensasiyanın ödəniləcəyini, məsuliyyətli şəxslərlə bağlı hüquqi qiymət veriləcəyini bildirib. Bunun fonunda Rusiya İstintaq Komitəsinin əsassız mövqeyi Bakıda suallar yaradır. Bastırıkin Putinə qarşı çıxır, mümkün ehtimaldır Rusiyanın hərbi siyasi elitasında qruplaşmaların olduğunu nəzərə alsaq, təyyarənin vurulmasına görə məsuliyyət daşıyan şəxsləri qorumaq istəyən qrupların rol oynadığı versiyası ön plana çıxır. Cinayət işinə xitam verilməsi ilə Putinin mövqeyinə təsir etmək istəyə bilərlər. Hərçənd mümkün görünən bu ehtimal belə bir qərarın birbaşa Kreml Putin
Putin tərəfindən verilməsi versiyası ilə müqayisədə zəif görünür. İstisna deyir ki, Putin qəbul etdiyi tələblərin icrasını məqsədyönlü şəkildə gecikdirir. Moskvada beynəlxalq komissiyanın araşdırdığı qəzada atəş açıldığı faktının təsdiqlənəcəyini və Azərbaycanın tələblərindən geri çəkilməyəcəyini anlayır. Lakin Bakı ilə pərdə arxası danışıqlarda bundan bazarlıq üçün istifadə etmək istəyi də müşahidə olunur. Görünür, Putin Bastrikini pis polis obrazında önə çəkməklə Bakıya mesaj ötürür, eyni zamanda lazım olacağı təqdirdə yaxşı polis rolunda prosesə müdaxilə imkanlarını da saxlayır.